Startap nədir? Startap, istehsal və ya xidmətin yeni formada təşkili, həmçinin yeni texnologiyaların tətbiqi nəticəsində əlavə dəyər yaradan, innovativ təşəbbüs əsasında formalaşan sahibkarlıq fəaliyyətidir. Bu fəaliyyətin dəstəklənməsi məqsədi ilə innovativ layihələrə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən 3 il müddətinə startap şəhadətnaməsi təqdim edilir. Bu sənəd sahibkarlara qanunvericilikdə müəyyən edilmiş vergi güzəştlərindən yararlanmaq imkanı verir. Startap şəhadətnaməsinin verilməsi üçün layihə bir sıra meyarlara uyğun olmalıdır. Məsələn, layihənin inkişaf perspektivlərinin əsaslandırılması, bazarda yenilik dərəcəsinin müəyyən edilməsi və kommersiya potensialının qiymətləndirilməsi. Startap şəhadətnaməsi rezident vergi ödəyicisi olan mikro və kiçik sahibkarlıq subyektlərinə verilir. Bununla yanaşı, orta və ya iri sahibkarlıq subyekti hesab olunan şirkətlərdə payı 49%-ədək olan şəxslər də startap şəhadətnaməsi əldə edə bilərlər. Təqdim olunan layihələrə Ekspertlər Şurası tərəfindən müsbət rəy verildiyi halda sahibkarlar startap şəhadətnaməsi əldə edirlər.